Bu arada çox maraqlıdır, xanım. Andrade'nin Ukraynanın Polisiya klubuna transferini necə dəyərləndirirsən? Sırf pul qazanmaq. Yox, Andrade'nin ora getməsi. Andrade tərəfindən baxsaq məsələyə. İndi bilmirəm, Qarabağla müqayisədə səhv eləmirəmsə 3 milyona yaxın 3,5 milyon avro Qarabağ təzminat haqqı alıb o məsələ. Net. Andrade'dən bəli. Yəni biz bu kifayət qədər yüksək. Yəni sözün açığı çox maraqlı bir mövzudur. Nə mənasında? Təbii ki, Qarabağın və yaxud da hansısa bir Azərbaycan klubunun belə yüksək məbləğdə pul 3 milyon bizim üçün böyük puldur, bizim çempionat üçün. Yəni çox sevindirici bir haldır. Sadəcə Ukraynanın Şaxtyor deyil və yaxud da Dinamo Kiyev deyil və yaxud da artıq fəaliyyətini dayandıran Dnipro deyil də, yəni komanda. Yəni Avrokuboklarda iştirak edir. Bilirəm, bir Ukrayna klubunun hər hansı Azərbaycan çempionatından bir futbolçuya, yəni 3,5 milyon ödənilməsi, yəni çox həqiqətən də çox özdə bu şəraitdə, yəni Ukraynanın hal-hazırdakı şəraitində bu şərtlər altında. Və nəzərə alaq ki, Ukrayna çempionatı elə çempionatdır ki, orada klublar daha çox satmağa meyillidir, daha çox satırlar. Gətirib hansı istedadları üzə çıxarıb tutmasa, yəni ən azı Qarabağdakı performansı sərgiləyə bilməsə Andrade orada, yəni onda vay-havay da, yəni deyim. Məncə gedən futbolçular arasında Qarabağda mən itki sayıram Andrade'ni. Andrade Qarabağın oyun profilində çox önəmli yer alır. Çox yaxşı, çox köməyi dəymişdi Qarabağa. Bəziləri bunu görməzdən gəlirdi. Andrade'ni o qədər də yüksək səviyyə futbolçu kimi qiymətləndirmirlər. Statistikalar da bunu deyir. Yüksək, bax, burada nə var? Önəmli deyil ki, bir futbolçu daim olaraq oyunun 90 dəqiqəsi ərzində oyunu belə deyək də, daim görsənən olsun. Bəli. Andrade elə məqamlarda elə qollar vurub ki, Qarabağ üçün. Həll edici. Yəni çox həll edici qollar vurub. Yəni belə futbolçularda hərdən belə futbolçular olur, hansı ki göz önündə olmur, birdən çıxır və qolunu vurur. O qol komanda üçün, yəni qızıl qollara, yəni qızıla bərabər qollar. Həm də oyun sistemində Qarabağın o keçidlər üzərində qurulan oyunları ki var, sürətli əks hücumlar, orada Andrade çox önəmli rol alırdı. Çox faydalı iş əmsalı yüksək idi kifayət qədər, amma elə bir məbləğdir ki, bu məbləğin qarşılığında imtina etməyə dəyməz. 3,5 milyon avro kifayət qədər böyük rəqəmdir və Andrade'nin əsas hədəflərindən biri Ukraynadan Avropaya getməkdir. Andrade üçün bir qədər... Yox, məncə bu əsas hədəf deyil. Niyə görə? Çünki Qarabağdan getmək daha rahatdır. Çempionlar Liqası üçün. Nəinki özünün bir açıqlaması var idi, əslində ondan bağlı. Mən də əslində o qədər belə ciddi qəbul eləmədim. Həqiqət kimi qəbul etmədim.